Salam, hər vaxtınız xeyir olsun əziz YouTube izləyicilərimiz. Bugün sizlərlə nə dərs izahı verəcəm, nə test izahı, sadəcə ümumi müzakirə eləmək üçün bu videonu çəkirəm. Mövzumuzun da adı ədəbiyyatı necə öyrənəkdir. Çünki diqqət yetirirəm şagirdlərimizdən ki, ədəbiyyatı öyrənməkdə çətinlik çəkirlər. Ədəbiyyatda öyrəniləsi nə var əslində? Əsərlərdir, hekayələrdir oxuyuruq və yaddaşdan istifadə edib imtahandan keçirik. Yəni əzbərçiliyə dayalı bir fəndir. Onun üçün bir riyaziyyatda düsturu yoxdur, yaxud da ki, fizika kimi, kimya kimi bir elementlərdən hazırlanırıq, yaxud da xüsusi bir nəzəriyyəsi yoxdur bu ədəbiyyatın. Ədəbiyyatın yolu, izi mahiyyət olaraq əzbərə dayanır. Nəzəriyyə olaraq var ya, ədəbiyyat nəzəriyyəsini keçir, amma o da riyaziyyatdakı kimi, fizikadakı kimi çətin heç nə deyil. Ədəbiyyatın mahiyyət olaraq bilməli olduğunuz məqamlar hansılardır? İlk olaraq, ədəbiyyatdakı hər bir cümləyə diqqət yetirin. Sadə bir nümunə deyim sizə. Orta dövrdə Azərbaycan ədəbiyyatında Dastan Əhməd Hərami poemasını oxuyursunuzsa, bir cümlə keçir orada ki, Bağdad Sultanının qızı Güləndam. Aha, burada dayanırıq. Bu cümlə bizə çox böyük kömək edir harda? Deməli, Güləndam kim imiş? Bağdad Sultanının qızı. Hadisələr deməli Bağdadda baş veribdir, ən azı. Bağdadda baş verən hansı əsərlər var? Bilirsən ki, Koroğlu da Bağdada gedibdir, Durna Tel əsərində. Qeyd edək ki, Bağdadda baş verən hadisələr 1. Dastan Əhməd Hərami 2. Koroğlu Durna Teli qoşması 3. Hüseyn Cavidin İblis faciəsi. Bunu qeyd elə və görəcəksən ki, 3 dənə oxşarlıq tapdın. Və oxşarlıq tapa-tapa ədəbiyyatı oxusan, inan ki, sənin üçün elə gözəl, elə maraqlı olacaq ki, o obrazın adı Güləndamdır. Güləndam adlı bir sahada görmüşük. Güləndam adını görmüşük. Aşıq Ələsgərin Güləndam adlı qoşmasında. Aha, bax bu ikisini oxşar cəhət kimi götürəcəksən və işin bitəcək. Başqa bir nümunədir. Nürəddin hekayəsini oxuyursan, sadə düz hekayədir. Nürəddin hekayəsinin ilk cümləsi Qafqazda bir tacir ailəsi olan bir kişidən danışılır. Hadisələr Qafqazda baş verir. Aha, get məkan olaraq Qafqazda olan əsərləri axtar tap. Atası tacirdir də, Nürəddinin atası. İndi tacir olan obrazlar hansı əsərlərdə onlara bax. Mahiyyət olaraq onu anla. Yəni düz baxma. Ədəbiyyat bizə çox baxmağı öyrədir. Yəni iki gözümüzlə deyil, bir 5-6 gözümüzlə baxmağı öyrədir. Hətta belə bir ifadə var. Deyirlər ki, metro kartının neçə üzü var? 2 üzü yoxdur da, 6 dənə üzü var. Aşağı, yuxarı, sağ, sol, ön, arxa. Yəni belə bir şeydir ədəbiyyatda. Cümləni düz baxmayın. Cümlənin bir sağına, soluna, mahiyyətinə başa düşməyə çalışın. İlk olaraq işimiz budur. Əsəri oxuyarkən hər cümləsinə, hər fikrinə diqqət yetirməyimiz lazımdır. Çünki testləri işləyəndə görürsünüz ki, ədəbiyyatın əməl, xarakter və nitq məsələsi də öz əksini tapıbdır. Bu belə. İlk eləyəcəyimiz şey oxuduğumuz cümlənin mahiyyətini başa düşməkdir və gözümüzün qarşısında canlandırmaqdır. İkinci eləyəcəyimiz iş nədir? Əsəri oxuyub bitirdik. Əsəri oxuyub bitirdikdən sonra sonda təhlil məsələsi var. Təhlildə yazılır. Misal üçün, Dəli Kür əsərindən yola çıxın, izah verim sizə. Cahandar Ağa. Cahandar Ağa yazılır ki, qonaqpərvərdir. Bu cümlə keçdi. Əsərdə sən onu axtarıb tapmalısan ki, hansı situasiyada Cahandar Ağa qonaqpərvərdir? Hardan gördük bu qonaqpərvər olmağını? Yəni, təhlildə yazılan hər bir cümlənin mahiyyətini başa düşməyə çalışır. Yaxud da Nəsimli Sığmazam qəzəlində belə bir cümlə var ki, təhlilində. Nə üçün sığmadığının izahını verib şeirdə. Oxu şeiri gör, həqiqətənmi sən oxuyanda gördün ki, Sığmazamın mahiyyətini veribdir, izahını veribdir, yoxsa yox. O təhlildəki də cümlələri nəzər salmaq lazımdır. Yəni, biz birinci əsərin özünü başa düşməliyik. İkinci, təhlilində verilən cümlələri başa düşməliyik ki, təhlildə verilən cümlə, obrazlar haqqında deyilən fikir boş fikir deyil. Onlar hər biri bizim üçün önəmli və açar kodlarımızdır, sözlərimizdir. Bunları da işimizi bitirdikdən sonra testlərin üzərinə gedirik və işlədiyimiz hər bir testin modelinə diqqət yetiririk. Ədəbiyyat vəsaiti dəyişilikdir Dimin təzə test toplusundan və sualların mahiyyətinə baxın görün. Sualda bizdən nəyi istəyir? Təbii ki, ilk əvvəl suallar əzbərçiyə dayanıqdır. Misal üçün, Axundovun Aldanmış Kavakib əsərinin sualları faktiki ad soruşur ki, Axund kimi idi, Sərdar Zamanxan kimdir və s. Bu asandır. İmtahanı elə düşmək kimi bir şansı yoxdur blok imtahanına. Siz biraz üst səviyyəyə gedin. Axund zaman, Sərdar Zaman orada nə etmişdi? Axundun gördüyü işlər nə idi? Yusif Sərrazlıq dönəmində nə etmişdi? Şahlıq dönəmində nə etmişdi? Bunlara baxa bilərsiniz. Yəni, konspektiniz əlinizdə olsun. Hər bir əsərin bir konspektini hazırlayın. Ədəbiyyat dəftəriniz olsun əlinizdə. Əgər ədəbiyyat dəftəriniz olmasa, çətin məsələ olacaq. Çünki yazarkən beyin artıq həmin əsəri mənimsəyir.
Gec olur, amma güc olmur, rahat şəkildə bilirik. Və testlərində mahiyyətini başa düşün. Testlərdə necə işləməyinizi məsləhət görürəm sizə. Birbaşa MHM ədəbiyyat test vəsaitini işləsəniz, ədəbiyyatdan soyuyacaqsınız. Çünki biraz çətin səviyyəsidir. İlk olaraq Dövlət İmtahan Mərkəzinin test toplusunu işləyib. Onu bitirdikdən sonra Güvənin ədəbiyyat test toplusunu, yaxud da Mücdünün ədəbiyyat test toplusunu işləyə bilərsiniz. Orta səviyyə məsləhətli test vəsaitidir. Daha sonraki etapda ERM və MHM-i bərabər işləyə bilərsiniz ki, bu da sizi çox-çox irəli aparacaq ədəbiyyat sahəsində. Yəni birbaşa MHM-ilə yaxud da ERM-ilə başlamayın. Bu öyrənmə baxımınızdan da sizi geri salacaq. Təbii ki, potensial yüksəkdirsə birbaşa başlaya bilərsiniz, amma aşağı səviyyədən başlayıb hazırlaşırsınızsa budur. Və ədəbiyyata nə zaman başlamaq lazımdır hazırlığa, onu da deyim sizə. 9-10-11-ci sinifdə əsasən sən artıq qrupunu seçirsən. Əgər 9-cu sinifdən başlamaq istəyirsənsə, bu sənin üçün daha rahat olacaq. Çünki 3 il ərzində ədəbiyyatın mahiyyətini tam olaraq başa düşəcəksən. Bir dəfə üzdən keçəcəksən, ikinci dəfə əsərin aha, burada bu da var imiş deyəcəksən və 11-ci sinifə qədər ədəbiyyat sənin üçün asanın asanı olacaq. 10-cu sinifdə də başlamağın məqbuldur. Çünki 10-cu sinifin qarşında heç bir imtahan yoxdur, 2 il vaxtın var və ədəbiyyatı ən azı bir 4 dəfə, 5 dəfə bitirə bilərsən. Bu da səni çox irəli atacaq. Ən riskli hazırlıq dönəmi 11-ci sinif hazırlıq dönəmidir. Çünki ədəbiyyatda material çoxdur, tarix materialı kimi. Həmçinin də oxşarlıqları tapmaq da sizin üçün biraz çətin olacaq 11-ci sinifdə. Çünki qarşında sənin buraxılış imtahanın var. Riyaziyyat müəllimin sənə test verir, ingilis dil müəllimi tapşırıq verir, Azərbaycan dil müəllimi tapşırıq verir, tarixdən döyüşləri əzbərləməlisən. Bunlar ədəbiyyatı bir pullə geri salacaq sənə 11-ci sinifdə. Ona görə ədəbiyyatı daha yaxşı şəkildə mənimsəməyin alınmır. Ona görə də 9 və 10-cu sinif məsləhətdir. Yəni ondan da başlasan itirəcəyin heç nə yoxdur. 11 amma biraz riskli, yəni güclü yaddaşın və zəkan olmalıdır ki, bunu həll edə biləsən ədəbiyyatla bağlı. Və son olaraq da testləri işlə. Misal üçün məsləhət görərəm ki, əgər sınaqların qiyməti biraz baha olduğu üçün hər dəfə də valideynin üzərinə çox böyük yük düşür. Bunu aradan qaldırmağınız üçün YouTube vasitəsilə izah verilən suallara baxın. Görün ki, bu izah necə verildi. Videonu dayandırın, özünüz tapmağa çalışın və ondan sonra sizin üçün asan olsun. Bunları etdikdən sonra görəcəksiniz ki, ədəbiyyat əslində elə çətin deyilmiş. Deməli, nə edirik? Birinci, ədəbiyyatdakı əsərləri tək-tək oxuduq və oxuyarkən cümlələrə diqqət yetirdik. İkinci, təhlil hissəsinə xüsusi diqqət yetirdik, mahiyyətini anlamaqla. 3, test işləyərkən sualın tipinə bax. Sualı cavablandırma. Birbaşa sualın tipinə bax ki, orada söhbət nədən gedir. Dördüncü də YouTube vasitəsilə sual izahlarını özün tap, ondan sonra izahına bax və bu səni çox irəli aparacaq. Bunları etsən, ədəbiyyatdakı nəticən inşallah yüksək nəticə olacaq. Və kanalımıza da abunə olmağı unutmayın ki, növbəti dərs videosunda izahlarda görüşmək ümidi ilə. Sağ olun.